Bax qardaş, mən real alıcıyam da. Yaxşıdsa mən götürüm çıxım gedim də. Qardaş sən də nə rahat adamsan. Gözün qabağında apardıq Susiyə yoxlatdırdıq. Dedi ki, top kimi maşında otur sür. Başına dönüm. İnsanlara inam qalmayıb. İndi deyirəm ustaz tanışın onlar. Oradan göz qaşlar eləyərsən. Yo, biz kişi xilaqı, narahat olma. Başınla cavab ver. Hazır yəni işdir də bu. Otur sür. Əli qulağın dibində. Bax qardaş, nə yalandı? Mən gözüm qorxub, məni alladıma başına dönərəm. Bu kran suyundan fərq edir bu filtr suyu. Əlbəttə müəllim fərq edir. Əgər pis olsa mən gün ərzində nə qədər satış edirəm. Təmiz və bakteriyasız sudur. Hətta bizim rayonlarda da filalarımız var. Artıq neçə ildir ki, okean su filtri fəaliyyətdədir. Siz də alın qoyun evə təmiz bakteriyasız su için. Yo, inam qalmayıb. Məni də qınamayıb başına dönüb. İnam yox, fərq eləyirsə quraşdır. Ay, yox, çox fərq eləyir. Hə, amma sənə inandım ha, sənə inandım. Hə, gəl quraşdır qardaş. Bax xala, mən sən qapıya gəlmişəm, mən real alıcıyam. İndi qızı görmüşəm, xoşuma gəlib. İndi zahirdən belə qəşəngdir də. Mənə prosta deyən ki, bunun nə problemi var? Mən birincidən gözüm qorxub. Ta gedib problem varsa ki, xəstəxanalarda qalacamsa lazım görmə. Əsas nə problem var? Ay bala, belə qız istəyirlər. İkincisi də ki, bunun problemi yadı yoxdur. İnanmırsan, gədə xəstəxanaya yoxlatdıraq. Hə, gedə yoxlatdıraq alım, değil mi? Ədə bu da başqaradı, gəlir dalımca. Hə, bir rədddən aşağı belə qız istəyirlər. Yo, birinizdən inam qalmayıb, məni qınam. Bir rədddən. Yo, əslində xoşum gəlir. Yoxlatdıraq. Yoxlatdıraq. Səfiyə, Səfiyə, oğlu Səfiyə. Sən də başın xarabdır, Səfiyə adamlar gətirsən mənim üstümə. Götür aşağı. Zəhər mama.